Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Yəqin ki, böyük əksəriyyət Azərbaycanda baş verən hadisələrə görə ciddi şəkildə narahatdır, narazıdır. Buna baxmayaraq, bəzi səbəblərə görə ki, bunların başında əsasən qorxu gəlir. Bu səbəblərə görə İnsanlar öz narazılıqlarını ifadə edə bilmirlər. Bu hadisələr ki, bizi daha çox ciddi şəkildə narahat eləyir və narazıyıq. Onlardan biri də Azərbaycanda həbs olunan dindarların, hicablıların, hətta qeyri-dindarların günahsız yerə azadlıqdan məhrum edilən şəxslərin aqibətləri və talehləri ilə bağlıdır. Azərbaycan hakimiyyəti, rejim heç nəyə baxmadan, heç nəyə əhəmiyyət vermədən, heç bir məntiqi mühakimə yürütmədən, sadəcə mən belə istəyirəm, deməli, məntiqi ilə insanları şərləyir, açıq şəkildə həbs eləyir. Ən ciddi şəkildə məsələnin problemli tərəfi ondan ibarətdir ki, həm ittiham eləyən dövlət adından hakimiyyət, başda İlham Əliyev olmaq şərti ilə, həm ittihama məhkum olunan müttəhim, həm insanlar, bütün tərəflər bu həbslərin böhtan olduğunu, şantaj olduğunu, təhdid olduğunu, yalandan, deməli, saxta ittihamlarla şərlənərək insanların azadlıqdan məhrum edilməsinin haqsız olaraq bu prosesi həyata keçirilməsini hamı bilir. İttihamçı da bunu bilir, müttəhim də bilir, insanlar da hamısı bunu qəbul edirlər ki, bu gün Azərbaycanda bu insanlar haqsız yerə həbs olunurlar və şərlənərək tutulurlar, azadlıqdan məhrum edilirlər. Təkcə söhbət dini sahədən və yaxud da dindarlardan, ruhanilərdən getmir. Bugün Azərbaycanda biz görürük ki, həqiqəti yazmağa cəhd edən və yaxud da hökumətin diktəsini qəbul etmədən öz bildiyi həqiqətləri yazan jurnalistlər də, xanım jurnalistlər də, qadın jurnalistlər də həbsdədirlər, onlar da şərləniblər. Onlar dindar deyirlər, onlar bəziləri də hətta ümumiyyətlə dini qəbul etmirlər. Amma hər kəsin özünün bir həqiqəti var. Öz bildiyi həqiqətin ardınca gedir. Burada da əlbəttə ki, o bildiyi həqiqətin ardınca getmək əgər digər fəsadlar vermirsə və ölkə qanunlarına, konstitusiyasına və digər hüquqi aktlara müxalif deyilsə, zidd deyilsə, o yolda getməkdə heç bir cinayət məsuliyyəti, onun davranışları yaratmamalıdır və yaratmır. Hakimiyyət isə sadəcə öz tənqidçilərini və öz diktəsini, yəni hakimiyyətin diktəsini, rejimin saxta diktəsini, haqsız diktəsini qəbul etməyən insanları bu və digər formada cəzalandırır. Bu reallıqdır, bunu hər kəs bilir. Bunun hamı bilir ki, bugün Azərbaycan hakimiyyəti ki, bu rejimin başında İlham Əliyev dayanır, ən kiçik, ən sadə hüquqdan və azadlıqdan tutmuş, ən mürəkkəbinə qədər öz maraqlarına zidd olan, maraqlarına uyğun gəlməyən və yaxud da özünə xoş gəlməyən kimsə varsa, kimlərinsə əməlləri, hansı bir əməlləri varsa, həmən insanları ən ağır formada cəzalandırır. Bu dünən belə idi, bugün belədir, sabah da belə olacaq. Heç bir şey dəyişməyəcək. Bunları niyə deyirəm? Əslində bunları bir mən müqəddimə olaraq danışmaq istədiyim mövzu haqqında müqəddim olaraq mən bu bir neçə cümləni sizin diqqətinizə çatdırdım. Bilirsiniz ki, Azərbaycanda artıq səhv etmirəmsə 4-cü aydır. 6 dənə hicablı xanım həbs olunur. Bunların əsas günahları dırnaqarası İmam Hüseyn əleyhissalam üçün deməli ehsan vermək, onun qiyamını xatırlatmaq,
onu gündəmdə saxlamaq və eyni zamanda Fələstin xalqına, məzlum Qəzzalılara dəstək nümayiş etdirmək olub. Bu əməl heç bir halda nə hüquq baxımından, nə də ki dini baxımdan heç bir halda günah deyil və bunlara görə heç bir məsuliyyət yaratmır bu əməllər. Konstitusiyada elə bir maddə yoxdur ki, Azərbaycanın nə konstitusiyasına, nə cinayət məcəlləsinə, prosessual məcəllədə, nə digər hüquqi aktlarda elə bir qanun yoxdur ki, bir adam durub hansısa bir xalqı dəstəkləyirsə, kiminsə öz sevgisini göstərirsə, ona cinayət işi açılmalıdır və həbs olunmalıdır. Bu hadisələrdən sonra böyük şiə mərcələrindən biri Ayətullah Cəfər Sübhani cənabları bir neçə cümlədən ibarət bir bəyanat səsləndirdi. Təqribən ayın 17-sində 3 gün öncə. Bəyanatın məğzi də hər kəsə bəllidir. Sadəcə orada deməli həmin o məhbus xanımlar azlıq aksiyası keçirdirdilər. Səhv etmirəmsə bir aydır bəziləri azlıq aksiyası keçirdirdilər həbsxanada. Məqsəd də azlıq aksiyasından keçirtməyin əslində məqsəd özlərini, öz canlarını təhlükəyə qoymaq və fiziki varlıqlarını sonlandırmaq anlamına deyil. Sadəcə diqqəti çəkməkdir ki, burada belə bir insanlar haqq uğrunda mübarizə aparırlar və yaxud da bunlar şərlənirlər və s. Bu məsələlərə diqqət yönəltmək üçündür. Böyük məraceydən olan Ayətullah Cəfər Sübhani cənabları biz əvvəl Azərbaycanlı olaraq, Azərbaycan vətəndaşı olaraq bu şəxsiyyətə təşəkkür edirik ki, Azərbaycanda baş verən proseslərdən biganə deyil, vaxt ayırır, dəyərli vaxtından bir hissəsini ayırıb bu məsələ ilə bağlı deməli məlumatları dinləyib, təbii ki, sonra bu barədə bir bəyanat səsləndirib. Bunlar hamısı zamandır, zamana ehtiyacı var və buna görə biz Ayətullah Cəfər Sübhani cənablarına xüsusi təşəkkür edirik. Çox sağ olsun ki, bizim ağrımızı hiss edir, bizim dərdimizi bölüşür və bütün dünya müsəlmanlarının diqqətini bu məsələyə yönləndirir. Bu çox böyük bir təqdirə layiq bir məsələdir və xüsusi təşəkkürə ehtiyacı olan bir məsələdir. Mən Azərbaycanlı olaraq, Azərbaycanlıların adından təbii ki, hər kəsin deyil, mənim kimi düşünən insanların adından mən böyük mərci təqlid Ayətullah Cəfər Sübhani cənablarına xüsusi təşəkkür və minnətdarlığımı bildirirəm. Əzizlər, bunlar məlum məsələlərdir və bəyanatdan sonra da təbii ki, o azlıq aksiyasının dayandırılması dayanır və insanların, xüsusən ruhani təbəqənin bu məsələlərdə ayıq olması və eyni zamanda bir şəri öhdəli və vəzifə üzərimizdə olduğunu bizə xatırladır ki, hər bir müsəlmanın, biz müsəlman möminlər qardaşdırlar. Əgər biz qardaşıqsa, qardaşlarımız deməli şərlənərək böhtan atılır, şərlənirlər, həbs edilirlər. Biz də narahat olmalıyıq. Ən azı qardaşıqsa biz narahat olmalıyıq. Ya da ki, möminlikdən çıxırıqsa o artıq ayrı bir məsələdir. Deməli, bu məsələlərin üzərindən çox təəssüflər olsun ki, Azərbaycanda yeni fikir ortaya atılır. Əsasən iki istiqamətdə fikir ortaya atılıb. Mən istədim bu günləri bu ortaya atılan fikirlərlə bağlı bəzi məqamlara toxunam. Birinci, bu xanımların həbsi ilə bağlı ki, onların başında Seyyidə Şəhla bacımız dayanır. Seyyidə Şəhla bacımız və ondan başqa 5 dənə hicablı, qeyrətli, təqvalı xanım azadlıqdan məhrum ediliblər, daha doğrusu həbs olunublar, hələ məhkəmələri olmayıb, yəqin ki, onlar üçün müəyyən iş açılacaq və s. Və bundan bağlı ölkədə çox təəssüflər olsun ki, bəzi dindarlar tərəfindən müəyyən propagandalar aparılır, müəyyən fikirlər səsləndirilir və bu fikirlər gəlib bizə də çatır. Hətta bir neçə nəfər, ölkədə bir neçə dindar bununla bağlı mövqe soruşurlar ki, bəs belə fikirlər səsləndirirlər, bizim vəzifəmiz nədir? Biz əlbəttə vəzifə kiməsə vəzifə təyin edəcək gücdə, savadda, bilikdə, mənəviyyatda deyilik. Amma hər halda düşünürük ki, bu ictimai siyasi prosesləri izləyən və təhlil edən bir şəxs kimi
bəzi məqamları qeyd etməliyik. Əvvəla bu hicablı xanımlarla bağlı deməli fikir səsləndirirlər ki, bu hicablı xanımlar güya xaricdə olan bəzi şəxslərin deməli üzr istəyirəm bu ifadəmə görə trikasına gediblər. Yəni əslində bu hicablı xanımların özlərinin öz iradələri ilə, öz düşüncələri ilə sərbəst şəkildə qərar vermək hissi ilə deyil. Bunlar kimlərinsə göstərişi ilə xaricdə bunlar kimsə bunlara göstəriş verib, bunlar da elə robot kimi durublar, nə iş gördüklərini bilmədən, anlamadan durublar, İmam Hüseyin əleyhissalam üçün ehsan süfrəsi açıblar və yaxud da biz Fələstin xalqını dəstəkləyirik deyiblər. Bu bir iddiadır, iraddır, daha doğrusu bir şübhədir ki, müsəlmanların arasına atırlar ki, şiyələrin arasına atırlar ki, bu şübhə ilə insanlar düşünsünlər və biraz şübhəyə düşsünlər ki, bəs bunları müdafiə etməyə ehtiyac yoxdur. Əgər bir insan öz iradəsindən kənar kimlərinsə göstərişi ilə bu cür aksiyalar keçirdirlərsə, İmam Hüseyin üçün matəm saxlayırlarsa, deməli bu insanları müdafiə etməyə ehtiyac yoxdur. Bu şübhəni yaradırlar. Əslində məqsəd də nədən ibarətdir? Məqsəd də ondan ibarətdir ki, bu xanım bacılarımızı tək qoymaq, tənha qoymaq. Əzizlər, bilirsiniz ki, Kərbəla hadisəsində əsasən İmam Hüseyni dəstəkləməməkdə bir məsələ mövcud idi, bir hal baş verdi daha doğrusu. Xanımların vasitəsilə Yezid tərəfdarları kişilərdə vəsvəsə yaratdılar, şübhələr yaratdılar və İmam Hüseyin əleyhissalamı meydanda tək qoymaqda xanımların vasitəsilə kişilərə təzyiq elədilər. Kişilərə təzyiq olundu, hər kəsin öz həyat yoldaşı təzyiq elədi ki, bəs sən getsən, deməli, sənin ailən necə olacaq, biz necə olacaq, uşağın necə olacaq, filan. Bu cür məsələlərlə, bu cür bəhanələrlə hər kəsin öz həyat yoldaşı onu İmam Hüseyin əleyhissalamı müdafiə etməkdə onu geri saldı, ona imkan vermədi, baryer oldu. Yəni o dövrün imtihanı o idi. O dövrün insanları namaz da qılırdılar, bəlkə bizdən yaxşı mömin idilər, ibadət diləyirdilər, dini də başa düşürdülər. Amma gəlirlər həmən məqamda İmam Hüseyni tək qoydular, öz arvadlarının, öz xanımlarının, həyat yoldaşlarının göz yaşları ilə, təkidləri ilə, təzyiqləri ilə, ürək ağrıdıcı ifadələri ilə onlar İmam Hüseyni müdafiə etməkdən geri durdular və nəticədə məsum imam, dövrün məsum imamı şəhid edildi. Yəni bu onun deməkdir ki, həmən o dövrün müsəlmanları və möminləri imtahandan normal şəkildə üzaq çıxa bilmədilər. Hər dövrdə belə hallar mümkündür. Məncə bu günümüzün də əsas bizim imtahanımız namaz qılmaq, çox ibadət eləmək. Bunlar bizim imtahanımız deyil. Bunlar əslində bizim bugünkü imtahanımız ondan ibarətdir ki, biz həbs olunan günahsız insanları nə qədər müdafiə eləyə bilirik, nə qədər onların haqqında danışa bilirik. Əslində bizim imtahanımız bax budur. Mən düşündüyüm budur. Mən hökmən iddia eləmirəm, ancaq budur. Mənə görə bugün bizim imtahanımız Azərbaycanlılarla bağlı deyirəm, Azərbaycanlı möminlərlə bağlı deyirəm. Azərbaycanda həbs olunan günahsız dindarların və qeyri-dindarların fərqi yoxdur. Mən ayırmıram. Bütün günahsız insanların hamısının haqqında mən danışıram və hamısını müdafiə edirəm, hamısına zülm olduğunu bəyan edirəm və hamısının qeyd-şərtsiz dərhal azad edilmələrini tələb edirəm. Fərqi yoxdur, dindar olsun, qeyri-dindar olsun, hicablı xanım olsun, hicabsız xanım olsun. Çünki onlar haqsızlığa məruz qalıblar, onlara zülm olunurlar. Bugün bizim imtihanımız da bax bundan ibarətdir. Biz gərək nə qədər bu məsələlərə reaksiya veririk. Əzizlər, belə bir şübhələr yaradırlar. Əslində bu məsələ, bu ehtimaldır. Heç kim gəlib dəqiq şəkildə faktlarla, sübutlarla təsbit eləyə bilməz ki, bu günləri Seyyidə Şəhla bacımızı və onun ətrafında olan 5 dənə digər xanımları kimlərsə xaricdən və yaxud da hardansa onları deməli təkid eləyiblər və onlara təzyiq göstəriblər. Onlar da öz iradələri ilə deyil, xarici qüvvələrin təsiri ilə deməli ortaya atılıblar və İmam Hüseyin bayrağı qaldırıblar və yaxud da İmam Hüseyin üçün ehsan eləyiblər. Bu sadəcə kimlərinsə uydurmasıdır. Ehtimalıdır, çox zəif ehtimaldır. Əvvəla bizim xalq
müsəlman xalqdır, şiə xalqdır və Azərbaycanda hər bir ailənin az qala hər bir ailədə İmam Hüseyn üçün matəm saxlamaq, ehsan vermək, xüsusən deməli Məhərrəmli və Səfər aylarında yas saxlamaq hər bir ailənin bir ənənəsidir, bir adətidir. Bunun üçün kimsə durub gəlib desə ki, məsələn, Azərbaycanda bir secdə, ondan sonra şiə məntəqəsində olan bir ailəyə xarici dövlətdən kimsə İmam Hüseyn üçün ehsan ver göstərişi verib və bu ona görə eləyib, bu ən azı ağılsızlıqdır. Bunu heç kim, heç bir məntiqi bunun əsası yoxdur ki, heç kim bunu qəbul eləyə bilməz ki, yəni belə bir hal baş verib. Mümkün deyil bu. İkincisi də dediyim kimi bu ehtimaldır və biz ehtimalların üzərində gedib reallıqları kölgələyə bilmərik. Reallıq nədən ibarətdir? Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda Seyyidə Şəhla və digər xanımları həbs eləyiblər. Onların cinayəti nədir? İmam Hüseyn əleyhissalam üçün ehsan vermək. Lap elə İmam Hüseyn əleyhissalam üçün ehsan verməyi kimlərsə onlara deməyib, üzr istəyirəm, özləri yox, kimlərsə onlara deyib, təklif edib, bunlar da ehsan verib. Bunun harası günahdır, harası suçdur, harası cinayət məsuliyyəti yaradır, harası bunun problemlidir. Niyə görə bu işə görə, məsələn, bunlara 4 ay həbs qəti imkan tədbiri seçilməlidir? Ölkədə talayırlar, ölkəni dağıdırlar, məhv eləyirlər, dövlət büdcəsini faktlarla korrupsiya hallarına deməli baş verir, korrupsiya halları, dövlət büdcəsini talayırlar. Həmən şəxslərə həbs qəti imkan tədbiri verilmir, ev dustaqlığı verilir. Ramiz Mehdiyev haqqında nə qədər söhbətlər var, nə qədər haqqında əlbəttə ki, bu ayrı bir mövzudur. Amma adamı həbs qəti imkan tədbiri verməyiblər, onu veriblər, ev dustağı veriblər 4 ay. Amma biz görürdük ki, İmam Hüseyn əleyhissalam üçün bir nəfər laf belə durub ehsan verib, ona 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Əzizlər, bu məsələ budur ki, əslində bu cür şayələr cəmiyyətdə, Azərbaycanda cəmiyyətə yayılır və bu yayılan şayələr bu xanımları müdafiəsiz buraxmaq üçündür. Biz bu məsələlər bizim imtahanımızdır. Heç bir halda biz bu şayələrə inanmamalıyıq və bacılarımızı tək qoymamalıyıq. Bu birinci məsələ. İkinci məsələ ondan ibarətdir ki, bəzən yenə də şübhələr yayırlar ki, məsələn, nə oldu? Bəs biz ruhanilərlə bağlı, filan ruhani də çıxsa, bir dənə sözünü desə, onu da həbs eləsələr, onda nə olacaq? Məscidləri boşaldacaqlar, vəhabiləri qoyacaqlar və s. və ilə axır. Mən bir dənə də faktı deyim bununla bağlı. Deməli, 2014-cü ildə Azərbaycanda İlahiyyat Universiteti yaradıldı və Bakı İslam Universiteti və digər deməli universitetlərin nəzdində İlahiyyat fakültələri ləğv edildi. Mərkəzləşdirilmiş bir İlahiyyat Universiteti yaradıldı. İlahiyyat İnstitutu səhv eləmirəmsə adı. İlahiyyat İnstitutu yaradıldı. Mən o zaman da etiraz elədim ki, bu hakimiyyətin şiəliyə qarşı bir növbəti hücumudur. Deməli, bunu qəbul etmək olmaz. Orada Əhl-i-Beyt məktəbinə qarşı total şəkildə baskılar olacaq və Azərbaycanda Əhl-i-Beyt məktəbinə ciddi şəkildə hücumlar müşahidə olunacaq. Əhl-i-Beyt məktəbinin nümayəndələrini deməli ciddi ağır aqibətlə üz-üzə qoyacaqlar. Biz onu sonraki mərhələdə gördük. O zaman çox təəssüflər olsun ki, bəzi ruhanilər hətta mənim bu fikrimə qarşı çıxdı. Mən bir neçəsi ilə polemikaya girmişdim bu mövzuda. Sonra biz gördük ki, həmən ruhanilər özləri də mənim bu fikrimi təsdiqlədilər. Amma təbii ki, gec idi. Ona görə gec idi ki, hər şey zamanında etiraz olunmalıdır, hər şey zamanında deyilməlidir. Ruhanilərin müdafiə olunmasına gəldikdə, qorunmasına gəldikdə, əlbəttə ki, nəinki ruhaninin İslamda heç kimin zərər çəkməyəcəyi bir məntiqi var. Heç kimə ziyan vurmaq qəbul edilmir. Onun canı və malı təhlükədədirsə, hətta bəzən təqiyyə mövzusu var şiə aləmində. Təqiyyə eləməlidir müəyyən qədər. O vaxt təqiyyə eləyir ki, onun qanı və canı və yaxud onun malı ühudə gedir, haqsız yerə gedir. Yəni, faydasız bir yerdə sərf olunur. O zaman təqiyyə olunur. Amma Azərbaycanda elə deyil. Azərbaycanda deməli, təqiyyə adı ilə biz bəzi ruhanilər gəlib elə bir yerə gəlib çatdıq ki, elə bir yerə gətirib ölkənin vəziyyətinə çıxarılmasında əslində yardımcı oldular hakimiyyət nümayəndələrinə, rejimin bu siyasətinə.
artıq geri dönüş yoxdur. Hər bir ruhaninin, hər bir dindarın Azərbaycanda talehi çox ciddi şəkildə təhlükə ilə üz-üzədir. Bunun da əsas səbəbi əksər ruhanilərin insanları laylaya qoymasıdır. Mənbərə çıxıb ancaq özünü, mənbərini, orada mollalığını, məscidini qorumaq üçündür. Əzizlər, bir məsələni biz ortaya dəqiq düşünməliyik ki, İslam dinində məscidi, mollanı, minbəri qorumaq əlbəttə bu da bir deməli vəzifə kimi mövcuddur. Amma bu ilk vəzifələr deyil. Yəni heç bir kimin üzərində öz mollalığını və ya hər hansı bir məscidi, hansı bir mənbəri qorumaq kimi bir təklifi yoxdur. Əslində məsum imamdan tutmuş bütün hər kəsin vəzifəsi bundan ibarətdir ki, İslam dininə xidmət etsin. İslam dininin də əsas mənbəyi Qurandır. Qurandır, Əhl-i-Beyt məktəbidir, bunlara xidmət etməlidir. Bunların qorunmasında deməli öz bazarlığını qoymalıdır ortaya. Yoxsa mənim bir dənə məscid əlimdən gedəcək və yox da zaten məscidlər əldən getdi. Mən bayaqki universitet məsələsini ona görə misal çəkdim ki, zaten məscidlər yavaş-yavaş əldən getdi. Məscidlər onsuz da məscidlərin barmaq sayı qədər məscid vardı ki, Azərbaycanda oradakı həmin o məscidin ruhaniləri rejimin xəttini qəbul etmirdilər, öz İslamı deməli mənbədən, Əhl-i-Beyt məktəbində olduğu kimi təbliğ edirdilər. Qalanların əksəriyyəti demək olar ki, rejim tərəfindən təyin edilmiş şəxslərdirlər. Bir məsələ var. Əgər bir dənə zalim rejim bir məscidə Vəhabi də təyin eləyib, deməli o zülmünü onların əli ilə eləyir və yaxud da bir dənə Şiə adında bir nəfər də təyin eləyib, o zülmün onların əli ilə eləyirsə, yəni xalqa, insanlara zülmün rəngi, forması dəyişmirsə, eyni formada olursa, o məsciddə Vəhabinin və yaxud da Şiənin olmasının heç bir fərqi yoxdur, anlamı yoxdur. Biz deməli o məsciddə Şiə də olsa ona qarşı danışacağıq, Vəhabi də olsa ona qarşı danışacaq. Vəhabi olsa daha rahat danışa biləcəyik, daha arqumentləşdirəcəyik fikrimizi. Amma Şiə olsa ürəyimiz parçalana danışacaq. Bu məsələnin bir tərəfi. İkinci tərəfdən onu da deyim ki, əzizlər, heç bir halda, heç bir ruhaninin və heç kimin belə bir vəzifəsi yoxdur ki, biz durub məscidi müdafiə eləyək, biz durub minbəri müdafiə eləyək. Məscid, o minbər əgər haqqı demək üçün deyilsə, o məscid əgər bir insanı kamilliyə çatdırmaq, zülmlə mübarizə aparmağı öyrətmirsə və o insanı Allahın bəyəndiyi şəxsə çevirmirsə o məscidin olub-olmamasının heç bir faydası yoxdur. Əgər bir dənə mənbərdən haqq sözləri deyilmirsə, həqiqət səsləndirilmirsə, reallıqlar Quranın ayələri olduğu kimi çatdırılmırsa, da bəzi ayələr məsəl üçün kimə sərf eləyilən ayələri biz oxuyuruq, hansı ayələr ki sərf eləmir bizə o ayələri qatlayıb qoyuruq qırağa, bəhanə də gətiririk ki, hələ cəmaət buna hazır deyil. Xeyr, elə bir şey yoxdur. Bütün ayələr olduğu kimi birəbir deyilməlidir və birəbir qəbul olunmalıdır. Biz eləyə bilmərik ki, bəzi özümüzə sərf eləyən ayələri qəbul eləyə, sərf eləməyən ayələri qəbul eləməyə, qoyaq qırağa. Bu İslamı kim təyin eləyir? Bu elə düşmənin təyinatı deyilmi? Bu İslamı düşmən bizə istəyir də desəm, belə düşmən istəmir ki, biz ümumiyyətlə İslamdan əl çəkək. Düşmən istəyir ki, biz İslamdan əl çəkməyək, elə mömin olaq, namaz qılaq, saqqal da saxlayaq, hər şeyi də eləyək, bəhbəhlə, cəhcəhlə, gələk, gedək, hər şeyimiz də yerində olsun. Amma onlar istəyən kimi. Bizim əsas məqsədimiz odur ki, əzizlər, biz düşmən istəyən kimi deyil, biz Allah, Peyğəmbər, Əhl-i-Beyt istəyən kimi İslamdan danışmalıyıq. Və bir məsələ, məsələn, şübhə yaradırlar ki, bəs yaxşı, filan molla da çıxsa, danışsa, onu da tutacaqlar, onu da incidəcəklər. Əzizim, İmam Hüseyin əleyhissalam canından keçdi, balalarından keçdi. Molla, bir dənə molla gəlib çatıb 50 yaşına, 60 yaşına, 45 yaşına, 70 yaşına, artıq ömrünün qurub çağını yaşayır. İslam'a görə pulu var, İslam'a görə maşını alıb, İslam'a görə Qurandan, Əhl-i-Beytdən danışıb, ev tikib, ondan sonra pul qazanıb, ailə saxlayıb, uşaq oxutdurub, uşaq köçürdüb, uşaq evləndirib. Bunların hamısını hardan qazanıb bu molla? Bu molla ilə Qurandan, hədisdən danışa İslamdan qazanıb da. İndi İslamın bir dənə haqqını deyəcək, bir dənə sözü deyəcək, bir dənə şillə yeyəcək və yaxud aparıb onu 5 gün həbs eləyəcəklər, saxlayacaqlar və yaxud da
tutduğu vəzifədən, axundluqdan ki, o axundluğu onlara zalim verib, hələ onu qəbul etməməli idi heç. Qəbul etdiyi o axundluqdan onu uzaqlaşdıracaqlar deyə həqiqəti demirsə, bunda harası İslam oldu? Bunda İslama xidməti nə oldu? Adam var gəlib 60 yaşına çatıb, ruhanidir. Ondan sonra deyirsən, ay qardaş, belə deyir, yox, hələ mənim gözləntim var. Qardaş, sən də 60 yaşın var, sən ancaq Əzraili gözləməlisən hər an. Desən, bundan sonra kimi gözləyirsən? Sən İslamsın, nə eləyə bilərsən? 30 yaşın yox ki, deyərsən ki, 40 yaşımda mən filan planı quracam, filan işi görəcəm, filan sözü deyəcəm. Desən, nə vaxt deyəcəksən? Ömür gəldi, getdi. İndi hər an Əzrail sənin sinəyə çökəcək, ya mənim sinəmə gəlib çökəcək. Hər şeyi məqamında demək lazımdır. Biz elə insanları yat-yatıya qoyaq və yaxud elə bundan barışmayıb, bundan kifayətlənməyib elə durub, biraz da insanların deməli düşüncəsində bu həbs olunan, haqsız yerə həbs olunan günahsız insanlarla bağlı bəzi şübhələr də ayıb deyil bitsin. Yaxşı, mən hər kəs şey deyil ki, cəsarətli deyil, qorxurdu. Allah da buyurur ki, "Vələnəbluvennekum bişey'in minel xavfi vel-cu." Biz insanlar sizi qorxu ilə və aclıqla imtahan eləyəcəyik. Bəziləri imtahan olur, aclıqdan, qorxudan çəkinirlər, onlarla imtahandan keçə bilmirlər. Heç olmasa sakit qalmaq lazımdır. Heç olmasa deyir, o haqqı müdafiə eləyə bilmirsənsə, haqqında yanında durma, haqqın qarşısına da keçmə. Yəni, ən azı bu mövzulara diqqət yetirməliyik. Əziz izləyicilər, mən sözümü yekunlaşdırıram ki, bəli, Azərbaycanda çox təəssüflər olsun, bugün belə söhbətlər yayırlar ki, bəs güya Azərbaycanda bu xanımları kimlərinsə göstərişini yerinə yetirirlər. Bunlar hamısı məntiqsiz və yanlış fikirlərdir. Sonra istəyirlər ki, əslində qeyd elədiyim kimi, bu xanımları, həbs olunan xanımları müdafiəsiz qoysunlar. Onlar tək qalsınlar və hökumət də dursun desin ki, bax gördünüz, bunlar elə günahkardır, biz elə bunları düz elə həbs eləmişik. Əgər günahları olmasaydı, bunları müdafiə eləyərdilər də. Necə ki, İlham Əliyev deyir, əgər cəmaət narazıdırsa mənim idarə etməyimdən çıxsın etiraz eləsin. İndi dedilər ki, əgər bu 6 dənə xanımın həbs olunmasından və digər qeyri-dindar xanımların da həbs olunmasından əgər cəmaət narazıdırlarsa, narahatçılıqlarını bildirirlərsə, durub səslərini çıxarsınlar da, etiraz eləsinlər də. Bu məsələ var. Ona görə də bu mövzulara fikir ayırmayın. Biz hər bir anda bütün həbs olunan insanların yanındayıq, onların azadlığını tələb edirik. Onlar əsirdirlər, əslində əsir ediliblər. Qeyd-şərtsiz İlham Əliyev hakimiyyəti bütün həbs olunan, bütün siyasi məhbusları, günahsız insanları hamısı qeyd-şərtsiz azad etməlidir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Və sonda mən istəyirəm ki, daha doğrusu xahiş edirəm ki, bizim videoları bəyənin, paylaşın ki, bizim səsimizi daha çox şəxs eşitsin. Allah'a emanet.